Mən əvvəllər restoranda ofisiant işləyirdim. Səhərlər yuxudan durmaq mənim üçün çox çətin olurdu. Hələ saatlarla probkada vaxt itirməyi demirəm. Aldığım maaş mənə zar-zor çatırdı. İşləməklə yanaşı həm də təhsil aldığıma görə bu isə özlüyündə əlavə rasxod deməkdir və mənim daha çox pula ehtiyacım olurdu hər zaman. Sonra özümə yaxın bildiyim bir dost mənə dedi ki, səni bir layihəyə qoşacağam. Əgər sən o layihəyə qoşulsan, işləməyinə belə ehtiyac olmayacaq. Pul özü sənin ayağına gələcək. Mən isə bunu eşidən kimi tez sevincəyə düşüb dedim, Yetka, sən öl bomba kimidir, qoşuluram. Mənim bu həyatda çatmaq istədiyim məqsədim, ambisiyalarım, arzularım var idi. Bəs nə oldu? Çatdın arzuları var? Mənim başıma kül olsun. Nə arzuya çatmaq hala? Ara yerdə 800 manat pulum getdi. O mənə aldadan uğraş var ha. Ona nə qədər zəng eləyirəm, telefona cavab vermir. 100% nömrəsini dəyişib çıxdı aradan. Onun günahı yoxdur əslində. Günah məndədir. Mənə deyən lazımdır, pulum var, özün yi da. Nəyə aparıb versən ona buna? Gala, yəni ki, mən yiyəmirəm, sən yiyərsən. Sizin pulunuz var ama yiyə bilmirsiniz. Onda gətirin verin biz fırıldaqçılara. Biz onu yiyərik.